İnnel hamdalillah ve salatu ve selamu ala Resulillah ve sahbihi ecmaîn amma ba'du. Əlfiyyə kitabından 43-cü beytdəyik. Mövzu İrab-ı mə lə yansarif, məmnun minəs sarfın irab olunması. Yəni mə əlləzi, yəni o şey ki, yansarif, yəni tənvin qəbul etmir. Tənvin deyəndə yenə nəyi deyirik qardaşlar? Yəni sonu əslən nun sukunlu olanlar olub. Yəni kitabun deyəndə, hə, yəni kitabun və bu cür olub. Yəni bizim bildiyimiz o 2 dənə dammə, un, 2 dənə fəthə, o sonradan qoyulan rəmzlərdir. Yəni kitabun və bu nunun qəbul eləməyən sözlər ki var, onları məmnun minəs sarf deyirlər. Onların irab əlamətləri. Və curra bil fəthəti mə lə yansarif, mə ləm yudaf əv yəku bə'də əl-radif. Cər et, mə o şey ki, əlləzi yəni bu məfulun bihidir. O şey ki, məmnun minəs sarfdır, tənvin qəbul etməyib, cər et, nə ilə? Fəthə ilə. Yəni, cərin əlamətini fəthə ilə göstər. Amma şərt qoyur. Ta ki, mələm yudaf. Ta ki, mudaf olmayınca. Yəni, mudaf olmadığı müddətcə. Mudaf deyilsə, nədir? Cər halı fəthin olacaq. Amma mudaf olarsa, nədir? Cər halında dədə baba qaydası ilə kəsrəli olacaq. Mə ləm yudaf əv yəku bə'də əl-radif. Və həmin o məmnun minəs sarf sözlərində əlifləm nədir? Qoşulmadıqca. Radif, yəni hulliyə və yaxud da təqtarin, yəni yanaşı gəlməyibsə və yaxud da təbiə, yəni əlifləm qoşulmayıbsa. Əlifləm qoşulsa artıq cər halında fəthə deyil, kəsrəli olacaq, yəni normal vəziyyətdə olacaq. Deməli, bunu da niyə qardaşlar? Çünki alimlər deyir ki, əlifləm və əl-idafə min xasaisil əsmə, isimlərin xüsusiyyətlərindəndir. Bunun fəlsəfəsi odur ki, məmnun minəs sarf olan sözlər isimlərin tam orijinallığından çıxıblar. Orijinallığından çıxıblar, bir balaca feilə bənzəyiblər deyənə, sanki onları cəzalandırıb, o isim nəslinin başçısı deyib ki, sənə biz cər halında nədir? Nə? Kəsrə verəcəyik, fəthələnəcəksən, nədir ki, sənə nədir? Tənvin verəcəyik, nun verəcəyik. Bunlar deyilib ki, ismin dediyimiz o nunun olması, sukunlu nunun olması və cər halında kəsrən olması bu isimlərin rəmzləridir, bayraqlardır, gerbidir. Və bu məmnun minəs sarf kəlmələrində müəyyən problemlər var deyənə, illələr var deyənə, sanki bunları elə bir ki, cəzalandırıb bu başçı ki, yəni belə olacaqsınız. Amma güzəşt ediblər nədə? Deyiblər birdən üzərinizdə mudaf olan bir pasportun varsa, o mudaf da və əlifləb də xasaisil əsmədir. İsimlərin orijinal bir xüsusiyyətlərindəndir, gerbidir, bayrağıdır. Əgər səndə bu, deyək ki, pasportun varsa, onda biz səni güzəşt eləyəcəyik ki, nə olasan, cərdə də fəthəni verə biləcəyik. Düzdür, yenə nun vermirlər, amma heç olmasa, nədir? Cər halında kəsrə verəcəklər. Çünki izafə və əlifləm ismin, izafə edəndə xüsusən mudafdan söhbət gedir, ismin orijinal bir nədir? Rəmzidir. Yəni, bunun belə bir fəlsəfəsini qeyd edirlər. Deməli, şərhdə belə deyir ki, İbn Əqil Rahməhullah, əşarə bi hədəl beyti iləl qismin səni mimmə nəbə fihi hərəkətun ən hərəkə. Müəllif İbn Məlik Rahməhullah bu beytlə ikinci qismə işarə elədi. O ikinci qism odur ki, hərəkəni əvəz edən qismə. Və huvəl ismun ləzi lə yansarf. O da məmnun minəs sarflarda olur. Çünki biz əvvəllər götürdük hərflərin hərəkələrini əvəz etməsi, sonra keçdik hərəkənin hərəkə əvəz edilməsi, cəm müənnəs səlimlərlə götürdük keçən dərs. Bu dəfə də yenə hərəkənin hərəkəni əvəz etməsidir, amma məmnun minəs sarfdır. Və hukmuhu ənəhu yurfa'u bi dammə. Onun hökmü nədir? Dammə ilə raf olacaq, yəni rafın əlaməti dammədir. Nəhu cə Əhmədu kimi və yunsabu bil fəthə. Nəhu rəaytu Əhmədi, Əhmədi gördüm.
Və yucaru bil fəthə aydan həmçinin də cərdə də fəthə ilə olacaq. Yəni cəri də fəthəli olacaq. Misal üçün mərartu bi Əhmədə, Əhmədi olmadı. Yəni nəbət fəthə, fəthətu anil kəsrə. Fəthə kəsrən əvəz etdi. Hədə izə ləm yudaf əv yəqa' bədə əlf və ləm. Bu nə vaxt baş verir? Əgər həmin o sözlər mudaf olmasa, bir də əlifləmdən sonra yazılmasa. Fə in udifə cürrə bil kəsrə. Əgər izafə olunarsa, cəri ilə normal kəsrə ilə olacaq. Cər halı kəsrə ilə olacaq. Yəni əlaməti kəsr olacaq. Nəhvu mərartu bi Əhmədikum. Əhmədikum, Əhmədəkum olmadı. Və kədə yəni sizindir Əhmədin yanından keçdim. Sizin Əhmədin yanından keçdim. Və kədə izə daxaluhu əlif və ləm. Beləliklə ona əlifləm də qoşulsun. Nəhvə mərartu bi əl-Əhmədi qoşularsa. İndi sual çıxar ki, niyə Əhmədə əlifləm qoşulub məğrifə? Bu əlifləm məğrifə deyil. Bu təyin üçündür. Yəni o biz bildiyimiz mərifə əlifləmi deyil. Sadəcə Əhmədlər çoxdur, bunu əlifləm qoşublar ki, yəni hansı Əhməddə söhbət gedir. Həmçinin də burada mudaf olması. Onu da deyim ki, qardaşlar, məğrifələr heç vaxt mudaf olmur. Məğrifələr mudaf olmur. Yəni məğrifələri siz saysanız, nə idi məğrifələr? Nə oldu? Damirlər, əsmal işarələr, damirlər, aləmlər, əsmal işarələr, əlifləm qoşulması və s. Bunlar, bu mərifələr mudaf ola bilmir. Ola bilmir. Amma burada Əhməd istisnalar olub ki, yəni Əhmədlər çoxdur. Bu da deyir ki, sizin Əhmədin yanından keçdim. Bu cəhətdən yəni mudaf olub və mudaf olanda da nədir? Artıq cər halı da kəsrə ilə bildirilir. Fə innəhu yücaru bil kəsrə və o kəsrə ilə cər olunur. Yaxşı, Məmnun Nəssarf burada belə bir şeir var. Onu da qeyd edim ki, bu şeiri götürsəz, bu kəmuləni bu qaddan sonra yazarsınız. Mən belə yazdım, gördüm kəmuləyə yer çatmadı, daha pozmadım. İcmə, yəni bu beytdə Məmnun Nəssarfın bütün punktları qeyd olunub. İcma, cəm et. Yəni, cəm müntəhədən söhbət gedir. Məsəcid, məfəil vəznində olanlar. Məfəil, məfəilu, əf'iləu, əştiqau. Deyir, cəm et. Və zin, yəni feil vəznində et. Əhmədu, Yezidu. Adilən ənnis bi mə'rifə. Adil, yəni adil punkt var idi. Yəni Ömər. Ömər nədir idi? Amirdən. Amirdən törənib. Yəni adil, adulə. Adulu kimi. Məsələn, Öməru. Zuhəlu. Aydındır. Amirdən törənib. Yəni deyir ki, adildən, adil eləcinəm. Ənnis, sonra qadın cinsində Talhatu, tamarbutası var. Zeynəbu, onu deyir. Bi mə'rifətin, yəni mərifə, yəni aləmlər. Rəqqib, mürəkkəb elə. Mürəkkəblər də hansı idi? Yəni məzcilər, yəni bə'ələbəq kimi. Və zid, sonra Məmnun Nəssarflardan sonu ziyadələr olanlar, yəni əlifnunla bitənlər, ad və sifətlər, Atşanu, Osmanu. Rakkib və zid ucmətən fəl vəsfə qad kəmulə. Mürəkkəb elə, zid elə, yəni əlifnun artır. Ucmətən, əcnəbilər olanlar, misal üçün İsmail, İbrahim. Fəl vəsfu qad kəmulə, artıqdır, vəsf kamil oldu, amma həm mənanı deyir, həm də ki, vəsfdir, yəni vəsf də olmalıdır. Vəsf də olmalıdır, artıq deyir, tamamlandı. Aydın oldu. Cəm, feil, adil, müənnəs, aləm, mürəkkəb, zid, yəni əlifnun bitməsi, ucmə, əcnəbi, vəsf, yəni vəsf olsun. Bunun için də Məmnun Nəssarf hamısı cəm olunub. Növbəti beytə baxaq. İrabul əmsilətil əfəl əl-xamsə. Əfəl xamsədən söhbət gedir. Yəfələni, təfələni, yəfəlunə, təfəlunə, təfəlinə bunlar. وَجَعَلْ لِلنَّحْوِ يَفْعَلَانِ النُّونَ رَفْعًا وَتَدْعِينَ وَتَسْأَلُونَ. Deməli, et. Nə et? Nunu raf üçün et. Nun burada məf'ulun bihidir, raf'an məf'ulun ləhudur. Nunu raf üçün əlamət et. Nədə? Li nəhfi yəfələni. Yəfələni kimilərdə. Burada nəhv mudafdır, yəfəli mudaf ileyhdir.
Yef'alani və təd'ine və tes'alune kimlərdə? Yəni bunlar hamısı atıfdır buna. Yef'alani. Yef'alani təd'ine və tes'alune kimlərdə? Nunu rafın əlaməti et. Və həzfuhə lil cəzmi və nasbi simə kələm təkuni litərumi məzləmə. Həzfuhə, yəni hə qaydır nuna. Nunun düşməsi, bu mübtədadır, bu da xəbərdir. Nunun düşməsi bir əlamətdir. Nə üçün əlamətdir? Cəzm və nasb üçün bir əlamətdir. Yəni deyəsən ki, əlamətu nasbihi və cəzmihi hasfun nun. Elə bir ki, irabda belə deyəcək. Və misal gətirir. Kə, necə ki, ləm təkuni li tərumi məzləmə. Sən zülm tələb etmədin. Burada ləm təkuni olmadın. Bu cəzmə misal gətirib, ki, cəzm üçün. Ləmə görə cəzmə düşür. Əlamətu cəzmihi hasfun nun. Bu da li tərumi nasb üçün gətirib. Ləm burada ləmül cuhuddur. Nasb edir axı. Ləmül cuhuddur. Burada da mənsubun bil ləmül cuhud. Əlamətü nasbihi həsbun nun. İndi baxaq İbn Aqil Rahmanullah nə deyir? Ləmmə fərəğə min kələmil aləmə yurabu minəl əsməl bin niyabə. Yəni İbn Məlik Rahmanullah isimlərdə olan isimlərdə irab zamanı niyabə məsələsini bitirdikdən sonra irabda yəni filan hərf, filan hərəkəni əvəz eləyir, filan hərəkəni əvəz edir. Bunu bitirdikdən sonra şər'a fi zikri mə yurabu min əfəl bin niyabə. Sonra başladı nəyə? Feillərdə irab zamanı niyabələr olan məsələlərə baxır. Başladı. Və zəlikil əmsilətul xamsə. Bunlardan da əfəl xamsədir və yaxud da əmsilətul xamsə 2 cürə demək olur. Və əşarə biqovlihi yef'alani İlə kulli fi'lin iştəmələ alə əlfi isneyni. Yəf'alani deməklə o bütün nə feillər ki əlf isneyni ikili əlfi ilə bitir, yəni şamil olunan bütün o feillərə işarə elədi. Yəni yəltəbəni, yadribəni kimi. Səvan kənə fi əvvəlihi yə, istər önündə yə olsun, misal üçün yadribəni kimi, əv tə, istərsə də önündə tə olsun, yəni tadribəni. Yəni bunların hamısını işarə etdi. Və əşarə bi qavlihi və təd'inə, təd'inə sözü ilə nəyə işarə elədi? İlə kulli fi'lin ittasala bihi ya'ul muxatabə. Ya muxatab olan birləşmiş feili nədir? İşarə etdi. Nəhvə ənti tadribinə. Burada ya muxatab nədir? Faildir. Yəni qadın ismini bildirir. Sən vurursan. Və əşarə bi qavlihi təsəlunə, təsəlunə ilə işarə elədi. Burada deyə bilərsiniz ki, bəs burada təsəlunə əlif var. Burada əlif mutlaqa, yəni beytə görə qoyulub. Təsəlunə sözü ilə nəyə işarə elədi? İlə kulli fi'lin ittasala bihi vavul cəm'. Cəm vavı birləşən bütün feillərə. Nəhvə entum tadribuna kimi səvaun kənə fi əvvəlihi təu kəmə müssilə əv yə. İstər o önündə tə gəlsin, necə ki misalda gətirdi, və yaxud da ki önündə yə olsun. Misal üçün nəhvə əz-zeydunə yadribunə. Zeydlər vururlar. Və hədihil əmsilətu əl-xamsə, bu əfəl xamsə və ya 5 misal, və hiyə yəfələnə, təfələnə və yəfəlunə və təfəlunə və təfəlinə. Turfəu bi thubutun nun, nunun subutu ilə, yəni iştirakı ilə, orada yazılması ilə rafda olur, yəni rafın əlaməti subutun nundur. Və tunsubu və tüczəmu bi həsfə, həmin həsfə nuna qayıdır. Nunun düşməsi ilə nasb və cəzmalı bilinir. Və nəbət nun fihi anil hərəkəti ləti hiyə dammə. Nun da damma olan hərəkəni əvəz edib. Nəhvə əz-zeydəni yəfələni. Zeydəni yəfələni 2 zeyd edirlər. Buradakı qardaşlar, diqqətli olun. Buradakı əlif ikiliyin əlamətidir. İkiliyin əlamətidir. Burada da deyək ki, ikilidir də faildir. Hə? Amma nunlarda həm ikiliyin əlamətidir burada əlif, həm də rafın əlamətidir. Zeydəni mərfun, əlaməti rafı əlif, niyabətin anı dammə. Burada diqqətli olun. Nun isə başqa şeydir, buna ehtiyac yoxdur. Buradakı, bunda amma rafın əlaməti nundur. Aydındır. Bunda rafın əlaməti əlifdir, niyabətin anı dammə.
Bunda rafın əlaməti subutun nundur. Niyabeten anı damme. Niye? Çünkü bu isimdi, ismin içliydi, bu fiilin içliydi. Yani bunu karıştırmayın. Ve yef'alâne fi'lul mudâri'un merfu'un. Ha? Mudâridir, merfudur. Ve alâmetu raf'i subutun nun. Ve tunsabu ve tuczemu bihasfiha. Nahu ez-zeydâle len yakûme. İki zeyd nedir? Durmayacaklar, ikame etmeyecekler. Ve lem yahruca, çıkmayacaklar. Ve alâmetu nasbı vel cezmi sugutun nuni min yakûme ve yahruca. Bu yakume ve yahruca'daki nasb ve cezmin alameti neymiş? Sugutun nun. Sonra ayeti getirir. Ve minhu kavluhu Teala, Allah subhanahu bu sözünde fe in lem tef'alu ve len tef'alu fettekun nara. Yani etmediniz, edə də bilməyəcəksiniz, etməyəcəksiniz də və oddan qorxun. Deməli, təf'alu məczumundur billəm. Əlamətü cəzmihi hasfun nun. Buradakı təf'alu isə, baxın, ikisi də təf'alıdır. Amma biri cəzmdədir, biri nasbdadır. Mənsubun bi ləni. Əlamətü nasbihi hasfun nun. Aydın oldu. Sübhanək Allahumma bihamdik. Əşhədu en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.